Salam, bu videoda vektorlar dərsinin izahını verəcəyik. Birinci koordinatlardan başlayaq. Koordinatlar. Koordinatlarda bilirik ki, koordinatlar ixtiyari bir nöqtə üçün birinci gələn nöqtə x olur, ikinci gələn nöqtə y olur. Məsələn, A nöqtəsi 3, 5-dir. Deməli, burada x 3-dür, y 5-dir. Koordinatlar, koordinat oxları üzərində qeyd olunur. Bu x oxuna absis oxu, y oxuna isə ordinat oxu deyilir. Bunun adı absis, bunun adı isə ordinat. Bura bizdə birinci rüb sayılır. Bura bizdə ikinci rüb sayılır. Bura bizdə üçüncü rüb sayılır. Bura bizdə dördüncü rüb sayılır. Bu koordinat başlanğıcı, yəni 0-dır. Buradan üzv tərəfə 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. Burada 1, 2, 3, 4, bu da 5. Mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4. Mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4. Deməli, x-in müsbət ədədləri bu tərəfdə, mənfi ədədləri isə bu tərəfdədir. Y-in müsbət ədədləri bu tərəfdə, mənfi ədədləri isə bu tərəfdədir. Məsələn, A3-5 nöqtəsini qururam. Birinci gələn x-dir, ikinci gələn y-dir. X oxunda 3 tapırsan buradır. Y oxunda 5 tapırsan buradır. Və bunları qovuşdurursan. Bax, bu bizdə olacaq A nöqtəsi. Məsələn, B nöqtəsi olsun, mənfi 2 ilə 1. Birinci gələn x-dir, ikinci gələn y-dir. Deməli, x oxunda mənfi 2-ni tapacaqsan, y oxunda 1-i tapacaqsan. X oxunda mənfi 2 buradır, y-in də 1-i buradır. Bunları qovuşdurdum, bax, bu nöqtənin adı olacaq B. Deməli, B nöqtəsi ikinci rübün bucağıdır. A nöqtəsi birinci rübün bucağıdır. Məsələn, C yazıram. Mənfi 4 ilə, məsələn olsun, mənfi 1. X-in mənfi 4-ü buradır, Y-in mənfi 1-i buradır. Bunları da qovuşdurduq oldu bura. Bura olacaq C nöqtəsi. C nöqtəsi də olacaq üçüncü rübün bucağı. Bir dənə də D deyək. D nöqtəsi də olsun, məsələn, 2, mənfi 4. X-da 2, Y-də mənfi 4. Bax, bu da olacaq D nöqtəsi. D nöqtəsi də dördüncü rübün bucağıdır. Bu bizdə oldu nöqtənin koordinatlarını koordinat oxunda tapmaq. İndi ikinci hissədə deyəcək ki, məsəl üçün, bir nöqtə verəcək. A, mənfi 3, 4 nöqtəsi. Deyəcək ki, bunun o absis oxu ilə kəsişməsini tap. Absis oxu ilə kəsişmə tapanda, yəni absis oxu x oxu deməkdir. X oxu ilə kəsişmə tapanda x qalır, y işarəsini dəyişir. Əgər ordinat oxu ilə kəsişmə tapanda y qalır, x işarəsini dəyişmir, daha 0 olur. İndi mən absis oxu ilə kəsişmə tapıram. Deməli, A, x qalacaq, bu x-dir, birinci gələn x-dir, ikinci gələn y-dir. Deməli, A nöqtəsi mənfi 3, 0-a keçəcək. Məsələn, B mənfi 6, 4 olsun. Bunun ordinatla kəsişməsini tap deyəndə y qalacaq, x 0 olacaq. Olacaq, məsələn, 0, 4. Aydındır. Deməli, absis oxu ilə kəsişmə tapanda x qalır, y 0 olur. Ordinat oxu ilə kəsişmə tapanda, ordinat y deməkdir də, y qalır, x 0 olur. Yeri gəlmişkən simmetriyalarda deyək. Məsələn, A, x, y nöqtəsi deyirəm.
Təbii ki, x, y nöqtədir. Əgər OX oxuna simmetriyasını soruşsa, x qalır, y işarəsini dəyişir. Əgər AX, Y nöqtəsi OY oxuna nəzərən simmetri olarsa, y qalır, x işarəsini dəyişir. Əgər AX, Y nöqtəsi koordinat başlanğıcına nəzərən simmetri olarsa, onda hər ikisi işarəsini dəyişir. İşarəsini dəyişmək nə deməkdir? Yəni, mənfidirsə müsbət olur, müsbətsə mənfi olur. Məsələn, nümunə göstərək. Məsələn, A nöqtəsi -3, -6-dır. Məsələn, mən bunun kəsişməsini tapıram OX oxu ilə. OX oxu ilə. OX oxu ilə kəsişmə tapanda x qalır, y işarəsini dəyişir. Deməli, bu nə olacaq? -3, x qalır, y işarəsini dəyişir. -6-dırsa müsbət 6 olacaq. Məsələn, OY oxu ilə kəsişməsini tapanda, OY oxu ilə kəsişmə tapanda y qalacaq, x işarəsini dəyişəcək. Koordinat başlanğıca nəzərəmdəsə, hər ikisi də işarəsini dəyişəcək. Aydındır bura qədər. Sonra gəldik parçanın orta nöqtəsinin tapılması. Parçanın orta nöqtəsi. Qısa yazıram, siz özünüz dəftərinizə qeyd edərsiniz. Məsələn, A nöqtəsi x1, y1-dir. B nöqtəsi də x2, y2-dir. Mən deyir ki, bu parçanın orta nöqtəsinin koordinatlarını tapın. Bu parçanın orta nöqtəsinin koordinatlarını tapmaq üçün x-ləri bir toplayıb 2-yə bölürsən, y-ləri də bir toplayıb 2-yə bölürsən. Yəni, x bərabərdir x1 üstəgəl x2 bölü 2. Y də bərabərdir y1 üstəgəl y2 bölü 2. Nümunədə göstərək. Məsələn, A3 7-dir. B2 10-dur məsələn. Bunun orta nöqtəsinin koordinatlarını soruşur. Deməli, o zaman x bərabərdir. Bunları bir toplayıb 2-yə böləsən, 3 üstəgəl 2 bölü 2 eləyəcək 2,5. Y-ləri də bir toplayıb 2-yə böləsən, 7 üstəgəl 17, 2-yə də böləcəm 8,5. Sonra, iki nöqtə arasındakı məsafə. Ümumiyyətlə, məsafə D ilə işarə olunur və yaxud da modulda AB deyirsən, bunlar arasında məsafəni tapmaq üçün kök altında x2 çıx x1-in kvadratı üstə gələk y2 çıx y1-in kvadratı. Nümunə üstündə yazaq ki, daha yaxşı başa düşəsiniz. Məsələn, nə nümunəsi yazaq buna uyğun? A məsələn 6 10 nəsə bugün yaxşı yazmaq. A 6 10-dur. B nöqtəsi də olsun 3 7. Məsafəni tapmaq 13 17 olsun. Məsafəni tapmaq üçün böyükdən kiçik ikincidən birincini çıxıb kvadrat və bu üstə yerinə qoyacaqsan. D bərabərdir kök altında. Baxın, bu sizdə x1, y1-dir. Bu sizdə x2, y2-dir. Düzdür? 13-dən, bax indi, demədi x2 çıx x1-in kvadratı. Yəni, 13 çıx 6-nın kvadratı üstə gəl. 17 çıx 10-un kvadratı. Bunu tapmaq üçün də 13-dən 6 çıxıram 7 kvadratı 49. Üstə gəl. 17-dən 10 çıxıram 7 kvadratı 49. O da kök altında 98. Deməli, iki nöqtə arasında məsafəni tapmaq üçün düstur necə oldu? Kök altında x2 çıx x1-in kvadratı üstə gəl y2 çıx y1-in kvadratı. Birinci gördüyün nöqtəyə x1, y1 deyəcəksən. İkinci gördüyün nöqtəyə x2, y2 deyəcəksən. Sonra gəldik düz xəttin tənliyi. Düz xəttin tənliyi. Düz xəttin tənliyi y bərabərdir kx üstə gəlsin B şəklində olur. K burada bizdə mütənasiblik əmsalı sayılır. Və burada K 3 halda ola bilər. Birinci halda
Birinci halda K1 K2'ye bərabər olar. Bu zaman deyəcəm ki, paraleldir. Paralel. Məsəl üçün, nümunə yazıram. Nümunə. Y bərabərdir 3x üstəgəl 6. Y bərabər 3x üstəgəl 5. Burada K'lar 3'də hər ikisində. Bərabər oldu. K1 K2'ye bərabər oldu. O zaman deyəcəksən ki, K1 K2'ye bərabər olduğu üçün bu paraleldir. Paraleli bu cürdə göstərə bilərsən. Bu paralel xəttidir. İkinci şərt. K1 vur K2 bərabərdir -1. K1'i K2'ye vuranda -1 alırsansa perpendikulyardır deyəcəksən. Perpendikulyardır və yaxud da bu cür işarələyəcəksən. Burada nümunə yazıram. Məsələn, y bərabərdir 2x çıx 6. Y bərabər -0,5x üstəgəl 4 olsun məsələn. Bugün bu nə bilin yazdı? 0,5x üstəgəl 4. Aha, burada K1'in nədir? 2. Burada K2'nin nədir? X'in qarşısı -0,5. K1 vur K2 -1 eləməlidir. Doğrudan da 2'nin -0,5'e vuranda -1 eləyir. Bu şərt ödəndiyi üçün də perpendikulyardır. Əgər K'lar da fərqli, B'lər də fərqli olarsa, üçüncü halda. Yəni K1 də bərabərdir. Fərqlidir K2'dən. Bərabərdir və yaxud da B1 də bərabərdir B2'ye. Hamısı bir-birinə bərabər olarsa üst-üstə düşür. Üst-üstə. Çünki eyni şeylər olur da ona görə. Sizə belə bir tənlik verə bilər. Məsələn, 3x üstəgəl 4y çıx 6 bərabərdir 0. Deyək ki, bu düz xəttin bucaq əmsalını tap. Bucaq əmsalı nə oldu? K oldu, düzdür. Deyəcək, yəni K'nı tap. Bunun üçün birinci sən y-i gəl tapmalısan. Yazırsan ki, yəni y bərabər tənliyi bu şəkildə olmalıdır. Y bərabər kx üstəgəlsin 5 şəklində olmalıdır. Və bu formaya salıram. Yazıram 4y bərabərdir. 3x bu tərəfə keçir olur -3x. -6 bu tərəfə keçir olur -6. Düzdür. Burada vur 4 var deyə mən bunun hər tərəfini 4'e bölürəm. Çünki y tək olmalıdır. 4y-i 4'e böldüm, y qaldı. -3'ü 4'e böldüm, -0,75x. Üstəgəl 6'nı 4'e böldüm, 1,5. İndi burada bucaq əmsalını görməyə nə var ki? K bizdə x'in qarşısıdır. X'in qarşısı K'dır. Yəni -0,75'dir. B də bizdə x'dan sonra gələndir. Yəni 1,5'dir. Həm K'nı tapdıq, həm B'ni tapdıq. Belə suallar imtahana düşür. Sonra ümumiyyətlə K'nın tapılma düsturu isə belədir. K bərabərdir y2 çıx y1 x2 çıx x1. Bugün məsəl. Aha, sonra nə deyim sizə? Sonra gəldik çevrənin tənliyinə. Çevrənin tənliyi. Çevrənin tənliyi x çıxılsın a-nın kvadratı üstə gələk y çıxılsın b-nin kvadratı bərabərdir r kvadratı ilə hesablanır. Deməli, çevrənin tənliyi nətər oldu? X çıxılsın a kvadratı üstə gəlsin y çıxılsın b kvadratı bərabərdir r kvadratına. Məsələn, buna uyğun bir dənə nümunə yazaq bu çevrənin tənliyinə aid. Məsələn, deyəcək ki, mərkəzi, bax yazır, mərkəzi bir mənfi 3'dən keçən radiusu 2 olan çevrənin tənliyini yaz. Mərkəzi bu demək, yəni bu A, normal deyil tənlikdə x, y-dir. Birinci gəlin x, ikinci gəlin y-dir. Amma bu çevrənin mərkəzidir deyə, çevrə
dən söhbət gedir deyə bu A-dır, bu da B-dir. Bunun tənliyini yaz deyirsə, x çıxılsın. A-nın yerinə 1 yazırsan, kvadratı. Üstəgəl y çıxılsın -3, o da çıx olduğu üçün üstəgələk 3-ün kvadratı. Bərabərdir, radiusda 2-dir, olacaq 4. Çünki r-in kvadratı olmalıdır. Bax, bu da bizdə oldu çevrənin tənliyi. Deməli, mərkəz deyilən nöqtə AB olur. Radiusunu da özü verəcək zaten. Sonra buradan keçdik nəyə? Çevrənin tənliyindən sonra gələk vektorun koordinatları. Məsələn, vektor nədir? Birinci 10 deyək. Vektor düz xəttin tənliyini aiddirsə, nümunə yazmadım mən sizə. Məsələn, 2 nöqtə verə bilər bizə. Deyər ki, onu deyəm, sonra vektora keçim. Tutalım ki, 2 nöqtə verər bizə. A neçə olsun? A 3, 8 olsun. B də 4, 7 olsun. Deyək ki, bax, bu 2 nöqtədən keçən düz xəttin tənliyini yaz. 2 nöqtədən keçən düz xəttin tənliyi belədir. Y çıx Y1, Y2 çıx Y1 bərabərdir. X çıx X1 bölünsün X2 çıx X1. Düzdür. İndi verilənləri nəzərə alıram burada. Bax, birinci gördüyün nöqtə X1'dir. İkinci gördüyün nöqtə Y1. Bu bizdə X2'dir. Bu da bizdə Y2'dir. Gətirək yerinə qoyaq. Y yoxdur, olduğu kimi yazıram. Y çıxılsın. Y1'im mənim neçədir? 8. Bölünsün. Y2 neçədir? 7. Çıx. Y1 neçədir? 8. Bərabər. X çıx. X1 neçədir? 3. X2 çıx X1. 4 çıxılsın 3. Y çıx 8. Böl -1 bərabərdir. X çıx 3. 4'dən 5 çıxdın 1. Sonra bunu çarpaz vurursan. Y çıx 8'i 1'ə vursan elə öz eləyəcək. Amma buranın -1'ə vursan işarəsi dəyişəcək. X'i -1'ə vurdum -x. -3'ü -1'ə vurdum 3. Və y bərabərdir. -x üstə gələk 3. Bu -8'i bu tərəfə keçir, olur müsbət 8. O da bərabərdir. Y bərabərdir. -x üstə gəlsin 11. Bax, deməli, 2 nöqtədən keçən düz xəttin tənliyi bu imiş. Aydındır. Bundan sonra gəldik nəyə? Bundan sonra gələk, dedik, deməli. Gələk vektor nədir? Vektor. Vektor ədədi qiymətindən başqa, həm də istiqaməti olan düz xəttir. Vektor nə oldu? İstiqaməti olan düz xəttir. Bax, məsələn, bir dənə istiqamət belirləyir ki, bizə bu istiqamətdə getməlisən və yaxud da bu istiqamətdə getməlisən. AB vektoru o deməkdir ki, A-dan B-yə doğru getməlisən. BA vektoru məsəl üçün B-dən A-ya doğru getməlisən. AB vektorunu tapmaq üçün, baxın, AB vektorunu tapmaq üçün B-dən A-nı çıxırsan və yaxud da koordinatlarını deyim də çıxırsan. Məsələn, X2 çıx X1, Y2 çıx Y1. İndi bu nümunədə göstərək. Məsəl üçün nümunə yazıram. A nöqtəsi 1, 4'dür. B nöqtəsi də 5, 2'dir. 5, 3 oxşadı. 5, 2'dir. Mənə deyir ki, AB vektorunu tap. AB vektorunu tapmaq nə deməkdir? B-dən A-nı çıxmaq deməkdir. B-nin koordinatlarından A-nın koordinatları çıxmaq lazımdır. O da uyğun koordinatlar sayılır da. Yəni, x-ləri 1 çıxacaqsan, y-ləri 1 çıxacaqsan. 5 çıx 1, bir də 2 çıx 4. Yəni, 4 -2. Kimə aydın olmadı?
İndi BA vektorunu tapıram. BA vektorunu tapmaq A'dan B-nə çıxmaq deməkdir. A-nın uyğun koordinatlarından B-nin uyğun koordinatlarını. Uyğun koordinatlar, yəni x-ləri 1 çıx, y-ləri 1 çıx. Yəni 1 çıx 5, 4 çıx 2. O da -4 ilə 2. Vəssalam. Sonra vahid vektor nədir? Sınavlarda çox düşmüşdü. Dünən də bir sınaq işləmişdik, orada düşmüşdü. Vahid vektor deməli kök altında x kvadratı üstəgəl y kvadratı bərabərdir 1 olmalıdır. Buna uyğun bir dənə nümunə deyim sizə. 2018 qəbul sualıdır. Nümunəni indi tapsam. Dəqiqə. Ekran buradan tutun. (24 idi, 28, 24. Hə. Belə bir sualdır. Sualı səslə oxuyuram, burada yazmıram. Çünki vaxt gedər onu yazanda. Deyir, komponentləri müsbət m vektoru x, y 1-ə bərabərdir. Vahid vektordur da deyir. Vahid vektorsa deməli x, y 1 deməkdir. Deyir, x çıxılsın y 0,2-dir. X vuraq y-i tap. Vahid vektor sözündən anladım ki, bu 1'dir. Yəni, x kvadratı üstəgəl y kvadratı nə olmalıdır səndə? Burada niyə kök yazmış? Kökə ehtiyac yoxdur. Onsuz da bunun kvadratını 1 eləyəcək. Dəqiq onu pozaq. X kvadratı vahid vektora görə, bax mən bu qaydanı yazdım. X kvadrat üstəgəl y kvadrat 1'dir. Eyni zamanda mən misalda verib ki, x çıxıb, bunu soruşur məndən. Ay, hara getdik. Məndən bunu soruşur. X çıxılsın y-də 0,2. İndi sistem tənliyi həll edirsən. Bunu kvadrata yüksəldib görməkdə olar burasını. Belə də yaxşı gəlin kvadrata yüksəldib görək. Bu kvadrat olursa, bunu da kvadrata yüksəldirəm. Olacaq x kvadratı üstəgəl y kvadratı çıx 2xy bərabərdir 0,4. Düzdür. X kvadrat üstəgəl y kvadratını yenə 1 yazıram. 1 çıxılsın 2xy bərabərdir 0,4. 2xy bərabərdir 0,96. Birdən bunu çıxdım. Xy də bərabərdir 0,48. Aydındır. Bizdən elə hasilini soruşurdu. Aydındır. Deməli, vahid vektor nə deməkdir? Hasili 1'ə bərabər, kvadratlar cəmi 1'ə bərabər olmalıdır. Vahid vektor o deməkdir. Vektorun uzunluğu. Vektorun uzunluğu və yaxud da vektorun mütləq qiyməti və yaxud da vektorun modulu. Üçü də bir məna verir. Onu tapmaq üçün ixtiyari bir A vektorunun uzunluğunu tapmaq üçün kök altında sənə verilən koordinatları toplayırsan. Yəni x kvadrat üstəgəl y kvadrat. Məsələn, nümunə yazıram. A vektoru 3, 4'dür. Bunun modulunu tap, mütləq qiymətini tap, uzunluğunu tap. Üçü də eyni sözdür. Tapanda modulda A bərabərdir yazırsan. 3'ün kvadratı üstəgəl 4'ün kvadratı. O da sənə verəcək 5. Aydındır. Sonra gəldik nəyə? Vektor üzərində siz bəzi əməllər eləyə bilərsiniz. Yəni, vahid vektor nə oldu? Bir də ora qaydım. Uzunluğu, modulu 1'ə bərabər olan vektordur. Yəni, bir nöqtədən söhbət geçsə, yəni modulda A bərabərdir 1 deyə bilərsən. Modula da elə bu deməkdir. X kvadrat üstəgəl y kvadrat ilə 1 deməkdir. Yəni, biz bayaq kökü sildik, amma silməyə bilərdik. Onu niyə sildim? Zaten bunun hər tərəfini kvadrata yüksəltsən, x kvadrat üstəgəl y kvadrat bərabərdir 1 alarsan. Ona görə sildim. Sonra nə gəldi orada? Vektorların toplanması. Vektorların toplanması çox sadədir. Tutalım ki, birinci gələn qaydasını yazaq. A vektoru x1, y1 olsun. B vektoru da x2, y2 olsun. Bunlar sən üstə gəlib çıxanda fərqi yoxdur. İstər üstə gəlməsi olsun, istər çıxması olsun. Uyğun koordinatları bir toplayasın və yaxud da çıxarsan, cavab alacaqsan. A üstəgəl B vektoru, bir yazıram məsələn C vektoru. Uyğun koordinatlar bir toplayıram. X1 üstəgəl x2 və yaxud da çıxması, y1 üstəgəl y2 və yaxud da çıxması. Məsələn, tutalım A vektoru 3, 6'dır.
vektoru da 4, 8'dir. Mənə deyir ki, A vektoru ilə B vektorunu topla. Hüsnü, uyğun koordinatlar bir toplayacağım da. 3 üstə gəl 4, 7, 6 üstə gəl 8, 14. Çıxması da həmçinin. Vektoru ədədə vurmaq var. Məsələn, K vektorunu vurursan A vektorunun koordinatlarına, x, y-ə. Sən onda K-nı həm buna vurmalısan, həm buna vurmalısan. Yəni cavab kx, bir də ky. Nümunə yazaq. Hər şey, rezatda hər şey nümunədən asılıdır. 4 vurursun. A vektoru 1, 3. 3-nə. Yazacağım ki, 4'ü vuracaqsan 1'ə, olacaq 4. 4 də vuracaqsan 3'ə, 12. Bu da istədiyin bir hərfi yaza bilərsən də, onun önəmi yoxdur. Elə və yaxud da A-nın özünü də yaza bilərsən. Vektorların skaler hasili var. Məsələn, A vektoru x1, y1, B vektoru x2, y2'dir. Mənə deyir ki, A vur B vektorunu tap. A vur B vektorunun skaler hasilini. Hüsnü, bunların uyğun koordinatlarını vurup toplayacaqsan. Yəni x1 vur x2 üstə gəlsin, y1 vurursun, y2. Aydın oldu mu? Oldu. Bunun əgər arasındakı bucağı versə, onda A vektoru vurulsun B vektoru bərabər olur modul A vektoru, yəni uzunluğu modul B vektoru vurulsun. Bu bizə 10-cu sinifdə lazım olur, 10-11-də. 9 üçün o qədər də vacib deyil, amma bilmənizin sizə xeyri var. Aydın oldu mu? Deməli, bucaq verməsə, x1 vur x2 üstə gəl, y1 vur y2 yazacaqsan, bucaq versə, modul A vur, modul B vurulsun, kosinus alfa gedəsən. Sonra, paralel vektorlar nə idi? Paralel vektorlara qoy deyim. Paralel vektorlar, paralel vektor. Paralel vektor nədir? Tutalım A vektoru x1, y1'dir. B vektoru da x2, y2'dir. Mənə deyir ki, bu vektorlar paraleldir. Paraleldirsə, onda deyəsən ki, x1'in x2'yə nisbəti bərabərdir y1'in y2'yə nisbəti, o da bərabərdir k-yə. Əgər k müsbət ədəd olsa, sıfırdan böyük olsa, eyni istiqamətdə deməkdir. K sıfırdan kiçik olsa, əks istiqamətdə deməkdir. Perpendikulyar üçün, perpendikulyar vektorlarda isə tutalım, yenə bunlar verilir. Mənə A vektorundan B vektoru da onu yazmıram. Şərti o olur ki, A vuraq B 0 olur. Perpendikulyardırsa hasil 0 eləyir. Yəni uyğun koordinatlarının hasili x1 üstə gəl x2, y1 üstə gəl y2 bərabər olur nəyə? 0-a. Buna uyğun bir dənə nümunə yazaq, möhkəmləndirək. Məsələn, A vektoru mənfi 2, 1'dir. B vektoru isə 3m'dir. Mənə deyir ki, A, B-yə perpendikulyar olarsa, m-i tap. Perpendikulyar üçün nə dedik bəyək biz? A vektorunu B vektoruna vuranda nə almalısan? 0. İndi uyğun koordinatlarını vururam. Mənfi 2'ni 3'ə vururam, mənfi 6. 1'i m-ə vururam, m. Nə olmalıdır? 0. Deməli, m neçə imiş? 6 imiş. Aydın oldu. Vektorlar dərsinin izahı bu qədər.